Fiziki aktivlik sizin intellektinizə təsir edir və neuroplastikliyi artırır. Siz heç fikir vermirsinizmi? Gəzintidən sonra, idmandan sonra sizin fikirləriniz aydın olur. Siz daha yaxşı və rahat düşünə bilirsiniz. Bu təsadüf deyil. Çünki fiziki hərəkət beynin inkişafını yaxşılaşdırır. Buna elmi sübutlar da var, çoxlu elmi araşdırmalar da aparılıbdır. Illinois'dan olan Amerikalı alimlər sübuta getirirlər ki, müntəzəm olaraq fiziki hərəkətlər beynin neurotrofik adlanan zulalın istehsalını artırır. Bu zulal yeni neyronların böyüməsini stimullaşdırır və onların arasındakı əlaqələri gücləndirir. Aktivlik zamanı qan dövranı yaxşılaşdırır, o deməkdir ki, beyin daha çox oksigen və qida maddələri alır. Bu isə zamanında diqqəti, düşüncə sürətini və yaddaşı gücləndirir. Bunu etmək üçün nə lazımdır? Birincisi, qaçış, idman yerişləri, sürətli yeriməklər bu zamanında dopamin və serotonin ifraz olunur bədəndə və siz özünüzü xoşbəxt və rahat hiss edirsiniz və stres də azalır. İkinci, trenajyorlarla və çəkilərlə işləmək. Bu öz zamanında beyin sinirlərini möhkəmləndirir və gələcəkdə sizin düşüncə ilə və yaddaşla bağlı problemləriniz olur və onların azalmasını və zəifləməsinin qarşısını alır. Bu özlüyündə kognitiv pozuntunun qarşısını alır. Üçüncü, əlbəttə ki, rahatladıcı hərəkətlər və idmanlar. Bu yoga da ola bilər, nəfəs idmanları ola bilər. Bu bədəndə kortizolun səviyyəsini azaldır və siz özünüzü daha çox rahat hiss edirsiniz və stres hormonları azalır və özünüzü daha xoşbəxt hiss etməyə başlayırsınız. Ümumiyyətlə, əgər təkcə bədənin deyil və beyninizin də inkişafını gücləndirmək, gözəlləşdirmək istəyirsinizsə, mütləq hərəkət edin, idmanla məşğul olun. Bu qədər. Sağ olun.